Sabaha olan hava proqnozu ilə bağlı son məlumatlar açıqlandı və görünür ki, ölkə üzrə hava şəraitində yenidən dəyişikliklər müşahidə olunacaq. Sinoptiklərin yaydığı məlumata əsasən bəzi bölgələrdə yağışlı və küləkli hava üstünlük təşkil edəcək, bəzi ərazilərdə isə günəşli və mülayim hava müşahidə olunacaq. Gün ərzində havanın dəyişkən keçəcəyi gözlənilir və xüsusilə səhər və axşam saatlarında temperatur fərqi hiss ediləcək. Gün ərzində havanın dəyişkən keçəcəyi gözlənilir və xüsusilə səhər və axşam saatlarında temperatur fərqi hiss ediləcək. Paytaxt Bakı və Abşeron yarımadasında səhər saatlarında havanın nisbətən sakit keçəcəyi bildirilir. Günün ilk saatlarında buludlu hava müşahidə olunsa da günorta saatlarına doğru küləyin güclənəcəyi ehtimal edilir. Bəzi ərazilərdə qısa müddətli yağış ehtimalı da istisna olunmur. Axşam saatlarında isə havanın bir qədər soyuyacağı və sərinliyin hiss ediləcəyi gözlənilir. Küləyin xüsusilə sahil boyu ərazilərdə daha güclü hiss olunacağı bildirilir. Bu səbəbdən açıq havada uzun müddət qalacaq şəxslərə diqqətli olmaq tövsiyə edilir. Dəniz sahilinə yaxın ərazilərdə dalğalanmanın artacağı ehtimalı da qeyd olunur. Buna görə də vətəndaşların hava şəraitindəki dəyişiklikləri nəzərə alması vacib hesab edilir. Ölkənin şimal rayonlarında hava daha dəyişəcək. Gün ərzində buludluluğun artacağı və bəzi bölgələrdə yağış yağacağı ehtimal. Dağlıq və dağətəyi ərazilərdə isə hava daha sərin keçəcək. Bəzi yüksək ərazilərdə dumanlı hava müşahidə oluna bilər. Bu səbəbdən həmin istiqamətdə səfər edəcək şəxslərə ehtiyatlı olmaq tövsiyə edilir. Qərb bölgələrində günəşli hava üstünlük təşkil etsə də günün ikinci yarısında buludların artacağı gözlənilir. Bəzi rayonlarda qısa müddətli yağış ehtimalı var. Havanın ümumilikdə mülayim keçəcəyi və ciddi təhlükəli hava hadisəsinin gözlənilmədiyi bildirilir. Kənd təsərrüfatı ilə məşğul olan insanlar üçün isə hava şəraitinin əsasən əlverişli olacağı qeyd edilir. Cənub bölgəsində rütubətli hava üstünlüyü təşkil edəcək. Gün ərzində hava sakit keçsə də bəzi ərazilərdə buludluluğun artması mümkündür. Axşam saatlarında sərin hava hiss ediləcək və küləyin sürəti bir qədər arta bilər. Dənizə yaxın ərazilərdə yaşayan vətəndaşların diqqətli olması tövsiyə olunur. Aran rayonlarında isə əsasən isti və mülayim hava müşahidə ediləcək. Güneşli hava gün ərzində üstünlük təşkil etsə də bəzi bölgələrdə küləkli hava şəraiti yarana bilər. Temperaturun normal səviyyədə qalacağı və havanın ümumilikdə rahat keçəcəyi gözlənilir. Meteoroloqlar bildirirlər ki, yaz fəslinin son günlərinə yaxınlaşdıqca hava şəraitində tez-tez dəyişikliklər baş verir. Günəşli hava qısa müddət ərzində yağışlı və küləkli hava ilə əvəz oluna bilər. Bu dəyişikliklər xüsusilə həssas insanlarda yorğunluq, halsızlıq və təzyiq problemləri yarada bilər. Buna görə də sağlamlığı həssas olan şəxslərin hava dəyişikliklərinə qarşı diqqətli olması tövsiyə edilir. Mütəxəssislər vətəndaşlara səhər saatlarında evdən çıxarkən hava proqnozunu izləməyi məsləhət görürlər. Gün ərzində hava dəyişkən ola biləcəyi üçün həm isti, həm də nisbətən qalın geyim seçilməsi daha uyğun hesab edilir. Xüsusilə uşaqların və yaşlı insanların hava dəyişikliklərindən qorunması vacib sayılır. Ən son proqnozlara əsasən sabah ölkə üzrə ciddi təhlükəli hava hadisəsi gözlənilir. Havanın əsasən dəyişkən və mülayim keçəcəyi, yalnız bəzi bölgələrdə qısa müddətli yağış və külək müşahidə olunacağı bildirilir. Buna görə də vətəndaşlar gündəlik planlarını rahat şəkildə davam etdirə bilərlər. Sabaha olan ümumi hava mənzərəsinə əsasən yaz fəslinə uyğun dəyişkən və maraqlı hava şəraiti gözlənilir. Günəşli anlarla yanaşı yağışlı və küləkli hava da bəzi bölgələrdə hiss olunacaq. Hava şəraitində baş verəcək dəyişikliklər gün ərzində özünü daha aydın göstərəcək və vətəndaşların diqqətli olması tövsiyə olunur.